Hörmətli izləyicilər, sizə Xırdalanda Bakı-Sumqayıt yolunun üstündə Masazır dairəsinə 3 nömrəli məktəbə yaxın 3 otaqlı mənzil təqdimatına gəlmişik. 3 otağa düzəlmə. Təqdimata qonaq otaqla başladıq. Sayəsi 98 kvadratdır. Kupçada sağ bunlar gedir 80 kvadrat. 2 otaqdan 3 otağa düzəlmə mənzildir. 16 mərtəbəli, yaşayışlı, kupçalı binanın 2-ci mərtəbəsidir. Bura qonaq otağı idi. Burada giriş hissədir. Giriş hissədə belə şkafda yığılıb. Giriş hissədir, sanuzilləri ayrı-ayrıdır. İstipoldu yeri. Bura sanuzil hissəsidir. Burada hamam otağıdır. Duş kabinası da belə yığılıb. Burada belə kiçik bir yataq otağıdır. Burada da böyüklər üçün nəzərdə tutulmuş yataq otağı. Burada da mətbəxdir. Mətbəxdən də balkon hissəsinə çıxış var. Kombidir bura. Balkona yığılıb. Düz Bakı-Sumqayıt yolunun üstüdür. Masazır dairəsinə də yaxın. Hörmətli izləyicilər, bir daha söyleyeyim. Mənzilimiz Xırdalanda Masazır dairəsinə yaxın Bakı-Sumqayıt yolunun üstü 16 mərtəbəli yaşayışlı binanın 2-ci mərtəbəsidir. Sayəsi 98 kvadrat, kupçada isə 80 kvadratdır. 2 otaqdan 3 otağa düzəlmə mənzildir. Təmirli, səliqəli, gözəl mənzildir. Tam əşyalar olaraq satılır. Qiymət 135 min manat. Təbii ki, real müştərilərə sahibi tərəfindən endirim nəzərdə tutulub. Hal-hazırda bu mənzil 4%li dövlət ipotekasındadır. 85 min ələ pul istənilir, 50 min isə banka qalıb. Ayda da 334 manat. Yəni belə dövlət qulluqçusunda qulluq eləyənlər varsa hazır ipotekadadır. Yəni belə də almaq olar, nağd almaq olar. Buyurun, diqqətlə görə, çox sağ olun, təşəkkür ederim.